Biri var idi, biri yox idi. Bir zamanlar Qrammatika adlanan bir diyarda, sehirli bir ölkədə həmişəlik vərdişlərin, günlük həqiqətlərin hökmranı, müdrik və qüdrətli bir kraliça yaşayırdı. Onun adı indiki sadə zamanı idi. İngilislər onu Present Simple adlandırırdılar. Kraliça çalışardı ki, hər şeyə nizam-intizam gətirsin. Sözlərin düzgün yazılışına nəzarət etsin. O, həmişə belə deyərdi. İşlər təkrar-təkrar olunurmu? Vərdişdirmi? Adətdirmi? Həqiqətdirmi? Deməli, mənim zamanımda danışmalısan. Mənim zamanım isə belə adlanır. İndiki sadə zaman. Məsələn, o belə deyərdi. She drinks tea every morning. The sun rises in the east. I go to school on weekdays. Daha sonralar o belə deyərdi. Əgər bir iş hər gün, hər həftə, hər səhər təkrarlanarsa, mənim hökmranlığım bax oradadır. Məsələn, bu cümlələrdəki kimi. The baker bakes bread every morning. The dragon sleeps every winter. Simple present, yəni indiki sadə zaman adlanan bu hökmdar həmişə belə deyərdi. Günəşin doğması, suyun qaynaması, ulduzların parlaması, bax, bütün həqiqətlər yalnız mənimlə danışa bilər. Məsələn, the sun shines kimi və ya water freezes at 0 degrees kimi. Amma kraliçanın bir sirri var idi. Əgər bir feil onun sarayına üçüncü şəxs haqqında, yəni he, she, it haqqında danışmaq üçün gəlirdirsə, onda kraliça gülümsəyərək deyərdi. Siz artıq digər feillərdən fərqlənməlisiniz. Sizin sonunuza S şəkilçisi əlavə etmək lazımdır. Lakin bu sadə bir S deyildi. O özü ilə 3 sehirli formada gətirmişdi. Bu 3 S səsinin necə istifadə olunduğunu, necə səsləndiyini bilmək istəyirsinizsə, nağılımızın davamını izləyin. Hələlik bu qədər.